Azərbaycana elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 10 milyon 693 min dollar dəyərində 404 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 milyon 717 min dollar, başqa sözlə 47,6% və 205 ədəd, başqa sözlə 33,7% azalma deməkdir. Bu aylar ərzində ölkəyə 42 milyon 240 min dollarlıq 1942 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 74 milyon 811 min dollar, başqa sözlə 63,9% azalma və 4026 ədəd, başqa sözlə 67,5% azalma deməkdir. Həmçinin 5760 ədəd plug-in hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 2608 ədəd və ya 31,2% azalma deməkdir. İdxal edilən plug-in hibrid avtomobillərinin statistik dəyəri isə 47 milyon 242 min dollar və ya 27,6% azalaraq 123 milyon 664 min dollar təşkil edib. Bəs elektromobil və hibrid avtomobil idxalının kəskin azalmasına səbəb nədir? Ekspertlər hesab edirlər ki, əsas səbəb elektromobillər üçün enerji doldurma məntəqələrinin azlığı və sistemli şəkildə paylamaması, həmçinin vergi və gömrük güzəştlərinin ləğv edilməsidir. Hesab edilir ki, müvafiq infrastruktur problemi və güzəştlərin ləğvi ilə yaranmış yüksək qiymət həm satıcılara, həm də alıcılara sərf etmir. Başqa sözlə, bazarda bu növ avtomobillərə tələbat azalır ki, bu da sahibkarları idxalı azaltmağa məcbur edir.